Herkese selam kızlar, kanalıma ve yeni vloguma hoş geldiniz. Necəsiz? İnşallah herkesin keyfi əhvalı yerindədir. Bizler de çok şükür yaxşıyıq. Gördüğünüz kimi salat doğrayıram. Paytaxt salat edəcəm. Əslində vlog çəkmək fikrim yox idi. Sadəcə yorum gəldi ki, yeni vlog açan gələcək. Ona görə dedim, bir vlog başladım. İnşallah ardı da gələr. Arda online dərsdədir. İngilis dilində danışır müəlliməsi ilə. Mən də kök, kartof, yumurta bunları koymuştum kaynasın. Fileni de dünəndən qaynatdım. Didmişəm, hazırdır. Koymuşam soyuducuya. Şimdi bu kökü falan doğrayım. Daha sonra birləşdirəcəm. Raulun da yuxusu gəlir. Yatırtmaq istədim ama yatmadı. Bəzən olur ki, Raul laqafedə gedən günü yatıstırıram. Çünki səhər saat 8-də oyanmış olur və yol boyu yatmır. Yəni yola falan baxır, xoşu gəlir yola baxmaqdan. Çox vaxt qaydanda yatır. O da yarım saat qalmış falan artıq yolda yuxulayır. Evə gələndə oyanır bəzən. Amma çalışıram həmin günü yatızdırım. Nə də olsa tez oyandığına görə biraz narahat olur, ağlayır, mızıldayır. Son 2 gündür ki, 2-3 gün olar ki, günorta yatmır. Axşam tərəfi dəhşət yuxusu gəlir. Ona görə məcbur tez yatıstırıram. 11 falan olan kimi yatıstırıram. Yəni bizim tez dediyimiz saat da budur. Daha əvvəl mənim uşaqları yatızdırma saatım 12, 1, bəzən olur 2 olurdu. Uşaqları yatızdırırdım, yəni gec yatırdı. İndi amma 11-in yarısı olan kimi yatızdırıram. Belə daha rahat olur. Qabda qoydum özüm üçün. İndi gedim onu eləyim. Siz də hazırlayın. Göz haqqınızda halal eləyin qızlar. Ve kızlar bir stəkan çay içim. Bu yeni çaşqamdan da əl çəkə bilmirəm. İnşallah təzəlicə çaşqa almağı fikirləşirəm özümə. Gedim biraz çay içim. Salatımı da koymuşam soyuducuya özünü tutsun. Kızlar bilmirəm aranızda bu şokoladı sevənlər var ya yox. Son vaxtlar hardasa 1-2-3 aydır dəhşət çox sevməyə başlamışam. Heç yəni elə münasib də deyil qiyməti, amma çox dadlı şokoladdır. 25 manatdır kilosu. Yəni ki, belə özü çətin tapılır. Yoldaşım da deyir ki, yəni tapdıqca alıram. İndi gedim 1-2 dənə bunlarla çay içim. Daha sonra görmə, işlərim var, paltarlar falan var, qatlamalıyam onları. Biraz oturum, sonra yenə durub iş görərəm, eybi yox. Hə qızlar, çayımı içdim, gəldim uşaqların dolabını sərgiyə salmağa. Paltarları qatladım, amma həmin vaxtı çəkmədim video. Elə qatlayıb gətirdim uşaqların dolabını yerləşdirməyə. Bilmirəm aranızda kimlər mənim kimidir, amma ürəyim çay istədisə oturub içirəm, heç baxmıram. Nəysə iş qalıb ya bütün işlərimi bitirməmişəm. Düzdür, bəzən elə olur ki, hə gözləyirəm bütün işlərimi qutarım, gedim rahat əyləşim. Amma sonra düşünürəm ki, onsuz da işimiz bitmir. Elə hara baxırsan yenə iş çıxır. Ondansa bir stəkan çay içməyə özümüzə borc bilməliyik məncə. Əlbəttə sonra durub yenə işimizi görəcəyik, amma əsas birinci özümüzü. Gördüyünüz kimi Ajda yenə paltarlarını çıxardıb töküb dolabın içərisinə. Sonra da deyirlər ki, dolabı niyə yaxşı yerləşdirmədiniz falan. Yəni bəzən elə yazanlar olur. Amma yəni çox əziyyət çəkmək lazım deyil. Səliqəli bir şəkildə yerləşdirdin, bəsdir. Bəzən olur, yəni mənim nəzarətimdə olmur bu dolab. Belə Ajda gündəlik geyinir, dəyişir paltarlarını. Amma məsələn görürsüz ki, çay dəsmallarını falan ütüləyib səliqəli yerləşdirirəm. Çünki ora mənim nəzarətimdədir. Ora başqa heç kim dəymir, heç kim qurdalamır o şkafı. Amma bu şkafı maşallah uşaqlar bəlkə gündə 10-15 dəfə açırlar, bağlayırlar. Hər dəfə də nəsə götürürlər. Ona görə də çox ora efor sərf eləmirəm. Qızlar dolabı sərgiyə saldım. Burada bir dənə rəf var idi. Onu gün çıxartmışam. Biraz mənə narahatçılıq yaratdığına görə çıxartdım. Alt hissədə sırf yay paltarlarıdır. Bu hissədə də bodilər, kalkotlar falan hal-hazırda da bəzən istifadə elədiyim paltarlardır. Uşaqlara geyindirdiyim paltarlardır. Və o aşağıdakı rəfi də bura qaldırıb qoymuşam. Ayaqqabıları bir də belə qalın paltarlar qoymuşam. Yəni ki, belə. Öz istədiyimə görə dəyişdirdim dolabı da. Uşaqların paltarını da belə asıram. Buranı rəfli elətdirmədiyimə görə bəzən olur ki, dəsti paltarlar yaxşı düzənləyə bilmirəm. Ona görə belə asılqandan asıram. Amma belə rahatdır. İstədiyim vaxt elə gözümün qabağındadır. Tez açıb götürürəm. Mətbəxi də sərgiyə saldım. Bir dənə Raulun butulkası qalıb. Südünü içdi. Qazı falan sildim. Sliplə sildim. Çox belə köpük təmizlik eləmədim. Ona görə çəkilişdə eləmədim. Bir dənə bunu
Qoyacağım təzədən qab yana. Bir dənə o qalıb. Qalan hər şeyi qoymuşam səliqəli. Burada da qazanlarımın içində su var. Tərslikdən də bu günləri su kəsilmədi. Ona görə ehtiyac olmadı. Saxlayayım, sabah da kəsilməsə artıq boşaldıb yerləşdirərəm yerlərinə. Bu tərəfdə səliqəyə saldım. Səhər pankek eləmişdim, qalıb. Onu da qoydum belə hava almaz bir qabın içərisinə və belə. İndi gedirəm uşaqları yatızdırmağa. Saat hardasa 11-in yarısıdır. Və Rauli yatızdırdım. Yoldaşım da gəldi. Elə acdı da tam yatmamışdı deyə durdu yerindən, gəldi yanımıza. Mən də elə yoldaşımla qaynıma yemək verərkən kargomu açırdım. Burada uşaqlara paltalar almışdım. Əslində bu kargonu daha sonra aldığım kargolar arasındadır. Bundan əvvəl aldığım kargolar hələ gəlib çıxmayıb. Hansı ki onları çatdırılma məntəqəsinə sifariş etmişəm. Amma bunu evə çatdırılma olaraq seçmişdim. Qaynımın iş yerinə gətirib çatdırdılar və daha tez gətirdilər digərlərinə nisbətən. Bəzi paltaları bəyəndik. Bəziləri biraz ajdaya uzun oldu geyimlər. Amma belə keyfiyyət baxımından, yəni Temu'nun geyimlərini bir çox hallarda bəyənirik. Bütün geyimlərin şəkillərini və qiymətlərini qeyd edəcəm. Kodlarını və linklərini də videonun açıqlama və şərh bölməsində sabitləyəcəm. Artıq orxideyalarım da tökülür bir-bir gülləri. Əli vursam düşəcək, amma istəmirəm toxunum. Geyimi shorts formasında artıq sizinlə paylaşmışam. Bir çox blogerlərdə də görmüşsünüz, elə yorumlarda da yazmışdınız ki, Aykada da var, mən Aysel Şahda da görmüşdüm və ona da çox gözəl yaraşmışdı. Hər ikisində ağ rəngdə idi. Ona görə düşündüm ki, qara rəngini alım. Həm də mənə görə qara rəng elə ən ideal variantdır. Arxadakı dağınıqlığa fikir verməyin. Düzdür, indi ütüsüzdür. Çox gözəldir. Keyfiyyət baxımından, yəni sintetikadır, pambıq deyil. Amma ki, belə uzunluğu mənim boyuma tam oldu. Yəni biraz qısa olmağını istəyərdim təbii ki. Amma yəni uzunluğu normal oldu mənə görə. Qol hissəsindən də yəni o qədər də pis qalmır. Deyim ki, içəri görsənir, yox, rahatdır. Məndəki razmeri M razmerdir və tam oldu əynimə. Kilom hal-hazırda 63-64 arası dəyişir. Boyum isə 1.60-dır. Yəni ki, belə almağı düşünürsünüzsə alın, çox gözəl bir geyimdir. Hal-hazırda yəni 2026-nın da dəbidir. Bu cür belə dama-dama materialda geyimlər, paltarlar. Və istəyirəm bunları göstərim qızlar. Bunu keçən dəfə paylaşanda izləyicim yazmışdı ki, yaxşı tuş deyil, ona görə açacağım. Özüm istifadə edəcəm bir dəfə. Daha sonra əgər bəyənsəm sizlərə də hədiyyəlik formasında alacağım. Ona görə açmış oldum. Yəni əslində açmağı düşünmürdüm. Amma izləyicim elə dedikdən sonra dedim qoy birinci özüm istifadə edib yoxlayım. Daha sonra yəni bəyənsəm sizə də alaram. Aplikator baxın belədir. Yəni mənim bəyəndiyim tərzdədir. Belə qəribə bir qoxusu var. Elə bil tuşun içərisinə parfum vurulub. Xoş bir qoxu gəlir, amma yəni tuşdan gəlməyəcək bir qoxudur. Elə bil parfumun içərisindən qoxu gəlir. Bu fırçaları mən istifadə edirəm. Məndə olan deyəsən 6 ədədlidir. Amma bunun içərisində 7 ədəd fırçadır. Bunu hədiyyəlilərin içərisinə almışam. Bunu əslində almışdım. Belə kiçik gözləmirdim. Bunu da sonra Ajda götürdü. Dedi, ver mənə. Mənim olsun. Da mən belə verdim ona. Artıq bunu bitirib, yarılayıb. Hətta hər gün çəkir dodağına. Mən alarkən düşünürdüm ki, artıq belə bir şeydir. Yəni böyükdür. Amma kiçik gəldiyinə görə dedim ki, yəni ayıb olardı hədiyyəliyin içərisinə qoymağa, nə də olsa balaca belə uşaq bir şeylə, uşaq məhsuluna oxşuyur. Amma siz yorumda yazmışdınız ki, fərqi yoxdur, yəni məncə gözəldir hədiyyəlik üçün. Bunu da sizə almışdım qızlar, amma mama görüb bəyəndiyinə görə bunu da ayırdım mamaya verəcəm, o işlətsin. Belə hədiyyəliklər almışam, bunun çəhrə aylarını almışam, daha əvvəlcədən hədiyyə verdiklərindən 5 ədəd sifariş eləmişəm. Daha sonra fərqli saç rezinləri falan, yəni belə hədiyyəliklərin içərisinə qoyduğum məhsullardan sifariş eləmişəm yenə. Bunları da belə yoxlamaq üçün almışdım. İçərisindən bir dənə bunu ayırdım artıq sizin üçün. Bu Ajdaya getdi. Bunu özüm istifadə edəcəm. Bunu da mamaya verəcəm. Bir dənə bu qaldı sizə. Buranın dağınıqlığına bir baxın qızlar. Düzənləyicilər almışam Temu'dan. Çox gözəl düzənləyicilər aldım. Keçən dəfə sifariş elədim. Hələ də yolda göstərir. İnşallah gəlsin. Buranı birlikdə düzənləyərik. Bunları da elə keçən dəfə yoldaşım almışdı.
Belə Victoria's Secret'in Bombshell-idir. Bunları deyəsən Sədrəydən almışdı, səhv eləmirəmsə. Belə Claudio markasının Narciso qoxusu. Bu biraz mənə sərt gəldi qoxusu. Bu sabitləyicini də keçən dəfə Drunidən sifariş eləmişdim. Həmişə mən bundan istifadə edirdim. NYX-in bu sabitləyicisindən. Yəni bunun içərisində az qalıb. Bunu da bəyənirdim. Bu da gözəl sabitləyir. Hal-hazırda da üzümdədir. Makyajım yəni məncə yetərincə qalıb. Üzümə bugün səhər bundan istifadə eləmişdim. Bronzerim falan yerindədir. Bir də bunun içərisində mistlər var, bədən mistləri. Heç baxmamışam, inanırsınız nələr aldığına. Elə keçən dəfə başım qarışıq oldu, baxmadım tam nə alıb. Belə bir Libre'nin qoxusunu alıb. Hə, bundan Libre'nin iyi gəlir. Libra belə yazılıb. Mən bunu da istifadə edirəm arada. Bundan da Libre'nin biraz qoxusu gəlir. Amma çox yox. Bunu da əl kremi olaraq istifadə edirəm. Həm bədən kremidir, həm də əl kremidir. Duş gelini artıq bitirmişik. Bədən skrabı isə hələ də qalır. Və belə Bella parfüm. Bilmirəm nə, hansı markanındır. Bunun da belə çəkici bir qoxusu var. İnşallah düzənləyicilərim gəlsin. Bunlar belə qəşəng şəkildə yerləşdirərik. Düzənləyiciyə bu nədir? Armani. Dediyim kimi heç açıb baxmamışdım. İndi gözümə sataşmışkən dedim baxım. Bunun da belə fresh bir qoxusu var. Təbii ki, mən bunlardan ancaq Pervaneri istifadə edirəm. Bir də bunu daha çox istifadə edirəm. Yəni ikisini də işlədirəm. Eyni qoxudur. Sadəcə biri zərlidir. Shimmerləndir biri. Biri sadədir. Yəni gündəlik bunları istifadə edirəm. Bir də Libre'nin qoxusunu, ətrini istifadə edirəm. O digər tərəfdədir. Televizorun önünə qoymuşam ki, gözüm gördükcə istifadə edeyim, işlədim. Bu da belə Victoria World sədərək malı Pervaneldir. Pervanel iyi gəlir. Nə yalan deyim, oxşadıblar. Yəni ki, belə, bunlar da yeni məhsullardır. Bilmirəm, niyə bu qədər alıb. Mən deməmişəm. Mən desəm, başqa qoxularını deyərdim. Çox güman ki, bir-iki dənə qoxu var, onları sınamaq istəyirəm. Bilmirəm, niyə alıb, amma ki, belə fərqlilik olsun, çeşid olsun deyə alıb yəqin ki. Bunun qoxusu gözəldir. Bombshell, xoşum gəldi. Bu da Libre'nin qoxusunu anımsadır. Ən sevmədiyim qoxu bu oldu. Və belə, bunları qoyaq hələlik bura. Düzənləyicilər gələrkən birlikdə düzənləyərik. Belə zapas üçün Rexonu alıb, bunu əslində aparıb qoymalıyam camaşırxanaya. Keçən dəfə elə zubmay pastaları da gətirdim, qoydum bura. Sleepy'nin birini götürmüşəm, istifadədədir. Bunları əslində arxaya qoya bilərəm. Qoydum belə. Və bura kimi izləyib, hələ də abunə olmayan izləyiciləriniz sırasındasınızsa, zəhmət olmasa abunə olun. Kanalımız daha da böyüsün, gözəl yerlərə gəlib çıxsın. Əlbəttə sizin dəstəyiniz sayəsində, mənim gözəl vloqlarım sayəsində inşallah tezliklə 20.000 abunə də olaq. Kanalımın böyüməyində ən çox istədiyim şey nə daha çox pul qazanmaqdır, nə izlənmə sayı. Əlbəttə izlənmə sayı da rol oynayır, amma abunə sayımın çox olmağını ona görə istəyirəm ki, daha çox insanların qarşısına çıxa bilim və gözəl markalarla əməkdaşlıq eləyə bilim. Həqiqətən də sırf buna görə davam elətdirirəm. Yəni buradan mənə hal-hazırda o qədər də böyük bir məbləğ gəlir gəlmir vloqlardan. Məsələn 2 dollar, 3 dollar güc bala ilə bəlkə gələr ya gəlməz. Amma ən çox səbr edib gözlədiyim şey odur ki, inşallah kanalım böyüsün və gözəl markalarla əməkdaşlıq eləyə bilim.
Axşam tərəfi də uşaqlarla birlikdə çıxdıq həyətə. Onlar həyətdə oynayarkən mən də balkonda oturdum, kofemi içdim, biraz sizin üçün video montaj elədim və artıq burada da vloqumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Əlbəttə abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.